Qardaşın saçdan sonra dəyişimini görüb inana bilməyəcəksiniz. Qardaş Lerikin Rivarut kəndindən gəlmişdi. Dədə Balesi, biz yerli deyilik. Hamını keçmişə qaytarırsan. Mənim 20 ildən çoxdur saçım tökülüb. Məni niyə cavanlığıma qaytarmırsan dedi. Qardaşa neçə? 20 il. Sənin neçə yaşın var ki dedim. Dədə Balesi, mənim 45 yaşım var, amma yaşıtlarım hamısı mənə əmi, dayı deyirlər. Səbirli ol, indi səni əmi, dayı modundan Türkiyədə filmlərə çəkilən aktyor moduna gətirəcəm dedim. Sən bilirsən mən neçə illərdir sənin videolarını izləyirəm, neçə illərdir baxıram, amma bir tərəddüd edib gələ bilmirdim də. Qardaşa nəyə görə tərəddüd edirdin dedim. Nə bilim qorxurdum birdən külək vurar başımdan düşər, cəmaətin içində biabır olaram. Qardaşa 1 saatdır burdasan. 40 nəfərdən çox müştəri görmüsən. Bircə nəfər də sənə protez saçın pis bir şey olduğunu dedi. Məni də peşmançılığa salan oldu. Burada nə qədər adam var bu demək belə çıxır ki, bu küçədə gəzənlərin hamısının başında protezdir. Mən də neçə illərdir tərəddüd edirəm ki, elə bilirəm ki, birinci mən gedəcəm saç qoydurmağa. Mən səni çox gözəl başa düşürəm. Çünki özüm də 11 ildir protez saç istifadə edirəm. Biz hər gün 8-10 nəfər yeni müştəri üçün saç tətbiq edirik. Onların demək olar ki, hamısı gec gəldiklərinə, tərəddüd etdiklərinə görə peşman olduqlarını bildirirlər. Vay nənə, sən nə edin sən mənə demədin ki, səni Türkiyədə filmə çəkilən aktyorlara oxşadacağam. Sən məni Brad Pitt oxşatdın Qardaşa, Brad Pitt kimdir? Sən Brad Pittdən daha yaraşıqlı oldun dedim.